Sabahınız xeyir olsun Xan Oğlan müəllim. Hər vaxtınız xeyir, mən də sizi izləyicilər salamlayıram. Xan Oğlan müəllim, buyurun mövzumuzu bilirsiniz. Müzakirə mövzumuz ölkə futbolunda yerli baş məşqçilərin az güvənilməsi, yerli baş məşqçilərə az şans verilməsidir. Bu barədə nə düşünürsünüz? Sizcə bunun əsas səbəbləri nədir? Ümumiyyətlə, yerli məşqçilərə qarşı güvənsizlik bugünün və dünənin problemi deyil. Yaxın keçmişin də problemi deyil. Dərin kökləri var. Ümumiyyətlə, Azərbaycan futbolunda söz sahibi olan şəxslərin böyük əksəriyyəti yerli məşqçilərə güvənmir. Və xüsusilə imkanlı klublar ilk fürsətdə hər fəzlə əcnəbi baş məşqçilərə işləməkdə maraqlı olur. Ən yaxşı halda yerlilərə alternativ gözü ilə baxılır. Məsələn, hazırda Kəbəz komandasının baş məşqçi postu boşdur və məndə olan etibarlı mənbədən məlumat var ki, bir neçə yerli məşqçi ilə danışıq aparılır, amma prioritet olaraq əcnəbi baş məşqçidir. Hətta siyahıda İtaliyalı baş məşqçinin olduğu belə deyilir. Əgər alınmasa əcnəbi baş məşqçi ilə onda dönüş olunacaq yerli baş məşqçilərə. Sanki ikinci gözü ilə baxılır. Bu milli komandada da illərdir bu tendensiya davam edir. Məsələn, Sabah komandasının klublardan misal çəkə bilərik ki, illərdir əcnəbi baş məşqçilərə güvənilir. Mən ümumiyyətlə milliyyət fərqinin tərəfdarı deyiləm də. Yəni futbol elədir ki, əcnəbi yerli futbolçu kimi, əcnəbi yerli baş məşqçisində kim bacarıqlıdırsa, meydan onundur. Buyurub işləməlidir, çalışmalıdır. Mütləq yerli baş məşqçi işləməlidir deyə bir prinsip yoxdur. Yəni mən bundan razılaşıram, özüm də bu fikirlərin tərəfdarıyam. Amma bəzi tərəflər mütləqdir. Necə ki, gələn əcnəbi futbolçular yerli futbolçulardan ən az 2 baş üstün olmalıdır. Çünki burada şərtlər var da, daha çox maaş alırlar, ən az 2 dəfə, 3 dəfə daha çox maaş alırlar. Həmin futbolçuların ailə üzvlərinin məişət problemləri burada həll olunur. Qalması, qidalanması, övladlarının təhsil alması, ildə ən az 2 dəfə vətənlərinə gedib qayıtması üçün bilet xərci çəkilir və bu kifayət qədər böyük məbləğlərdir. Həmçində bu yanaşma əcnəbi baş məşqçilərlə bağlıdır. Düşünürəm ki, belə olan halda əcnəbi baş məşqçilər ən azı bir baş üstün olmalıdır yerli mütəxəssislərdən. Daha uğurlu nəticə ortaya qoymalıdırlar. Və nəzərə alaq ki, əcnəbi baş məşqçilər zaman-zaman Azərbaycanın imkanlı klublarında çalışıblar. Heç də orta səviyyəli, büdcəsi aşağı olan klublarda yox. Yəni onların nəticə vermək resursları daha geniş olub. Amma biz tərəzinin bir gözünə, bugünə qədər Azərbaycan futbolunda çalışmış əcnəbi baş məşqçiləri və digər gözünə yerli mütəxəssisləri qoyası olsaq, ortada hansı mənzərə canlanacaq? Məncə o digər gözünü üzr istəyirəm. Tək Qurbanova qoysaq kifayət eləyir. Təşəkkür edirəm. Siz məni qabaqladınız. Elə fikrimin davamı onunla gedirdi ki, yalnız Qurbanovu qoysaq belə kifayət eləyir. Mənzərə aydındır. Yəni, tərəzi qırılar orada məncə. Razıyam. Yəni ümumilikdə bütün əcnəbilərdən ağır gələcək Qurbanovun nəticələri. Və Qurbanovu kənara qoyası olsaq, digər faktlar üzərindən gedə bilərik. Məsələn, Xəzərlənkəran nümunəsi var. Ölkənin ən yaxşı imkanlı klublarından biri olub zamanında. Bütün resursları var idi. Xəzərlənkəran komandası zamanında Mustafa Dənizli, Con Toşak kimi ünlü məşqçilərə tapşırılmışdı. Xüsusilə Con Toşakı deyə bilərik. Amma bu məşqçilər Xəzərlənkərana nə verdi? Ümumi aspektdən baxası olsaq, böyük ölçüdə heç nə. Xəzərlənkəran tarixinin ən ağır məğlubiyyəti Con Toşakın dönəminə təsadüf edir və Lənkəranlıların gözü önündə. Lənkəranda baş verib Makkabi ilə 0-8 hesablı məğlubiyyət. Və komandanın tarixinin ən uğurlu nəticələri kimlə olub? Ağasəlim Mircavadovla yerli mütəxəssisliyi Xəzərlənkəranı həm çempion edib, həm də Birlik Kubokunun qalibi edib. Xəzərlənkəran komandası tarixində ilk dəfə Avrokuboklarda mərhələni yerli mütəxəssis Yunus Hüseynovla adlayıb. Yəni bu ciddi faktlardır ortada. Xəzərlənkəranın üzərindən keçəsi olsaq Neftçi komandası. Mən imkanlı klublardan daha çox danışmağa çalışıram. Hələ kasıb klublarda yerli məşqçilərin bacarığı da bir müzakirə mövzusudur bizdə. Neftçi komandası son 7 ildə 5 əcnəbi mütəxəssisə tapşırılıb, səhv etmirəmsə. Yəni ən azı 5 əcnəbi mütəxəssis yaddaşımdadır. Həmin əcnəbi mütəxəssislər Neftçiyə nə verib? Neftçi komandasının 25-30 milyon büdcəsi var. Son 2 mövsümdə ümumiyyətlə komanda Avrokuboklara belə gedə bilməyib. Amma son 7 ildə Neftçinin qazandığı yeganə çempionluq Azərbaycanlı baş məşqçi Samir Abbasovun adı ilə bağlıdır. Komandanın ikinci ən yaxşı nəticəsi gümüş medaldır. O da Samir Abbasovun adı ilə bağlıdır.
Digər nümunə Sabah komandası ola bilər. Sabah komandasının 8 yaşı var. Komanda 8 illik ömründə, belə deyək, 6-7 əcnəbi baş məşqçi ilə yola çıxıb. O baş məşqçilər Sabaha nə verib? Avrokuboklarda komanda bir mərhələdən artıq adlaya bilməyib. Yəni, dəyərmi bu qədər əcnəbilərə güvənmək, bir mərhələ müqabilində bu qədər pulları xərcləmək? Amma digər tərəfdən müqayisədə Sabahdan aşağı büdcəsi olan Zirə komandası yerli baş məşqçi Rəşad Sadovla ötən mövsüm Konfrans Liqasının play-off mərhələsinə vəsiqə qazanmışdı. Bəli. Bundan başqa Turan komandası var. Qurbanberdiyevə ötən mövsüm hər bir şərait yaradıldı. Kürdəxanada xüsusi baza verildi sərəncamına. Komandanın Tovuzdan Bakıya gedib gəlməsi üçün xüsusi qatar ayrıldı. Yəni, belə deyək də, tətbiq olunan saatlardan əlavə xüsusi sırf komanda üçün gedib gəldi. Nəticə nə oldu? Komanda heç Avrokuboklara belə vəsiqə qazana bilmədi. Halbuki o büdcə ilə, o imkanlarla nəinki Avrokuboklara, hətta ən azından gedib Avrokuboklarda bir play-off oynamaq olardı. Bu mövsümdə görünən oldu ki, böyük pullar xərclənib. Heç, yəni, Turan Tovuzun yenə Qurbanberdiyevin timsalında oyunu gələcəyə ümid vermir. Amma bunun müqayisəsində, məsələn, Ayxan Abbasov və Samir Abbasov nümunəsi var ki, daha kiçik imkanlarla Sumqayıt komandasını son illər 3 dəfə Avrokuboklara aparıb. Bunlar çox ciddi faktlardır. Və milli komanda üzərindən müqayisəmi aparacağım ən son olaraq. Qurban Qurbanovun dönəmində milli komandamız Millətlər Liqasının C liqasında qrupda birinci pilləni son turda əldən verdi. Kosova məğlubiyyətindən sonra qaldı 9 xalından ikinci yeri tutdu. Amma biz Fernando Santuşla C liqasından D liqasına yuvarlandıq. Cəmi bir xal vardı. Hələ indi D-yə qayıtmalıyıq yenə. C-yə qayıtmalıyıq daha doğrusu. D-yə qayıtmalıyıq. Və digər məsələ, Fernando Santuşdan əvvəl qısa müddət milli komandamız Arif Əsədova tapşırıldı. Və biz nəticələrə baxası olsaq, Arif Əsədov kifayət qədər yaxşı futbol oynadırdı, yaxşı nəticə vardı. Qazaxıstan üzərində qələbə, Bolqarıstanla heç-heçə. Kimsə deyə bilər ki, yoldaşlıq görüşləridir. Yaxşı, Fernando Santuşun baş məşqçisi olduğu Azərbaycan millisi yoldaşlıq görüşündə hansı nəticələri verdi? Biz Belarusla, Haiti ilə biabırçı məğlubiyyətlər aldıq. Arif Əsədovun dönəmində milli komanda çox sayda qollar vururdu, yaxşı baxımlı futbol oynayırdı, dişinə görə rəqiblərin oyunda dominant futbol oynayırdı. Biz birinci növbədə səhv onu da elədik ki, yəni Arif Əsədovu saxlamadıq, Fernando Santuş gətirildi. Ondan sonra 0-5 İslandiya uduzan milli komandanı 32 saatda yerli baş məşqçi Ayxan Abbasov 180 dərəcə dəyişdi. Ukrayna kimi milli komanda ilə komanda meydanda xal qazandı. Bunlar çox ciddi faktlardır və bunları ümumiləşdirəsi olsaq, düşünürəm ki, Azərbaycan futbolunun problemi yerli və əcnəbi baş məşqçilərlə bağlı deyil, idarəçilərlə bağlıdır. Bizim çox ciddi idarə etməklə bağlı problemlərimiz var. Rəhbər şəxslərin bir çox futboldan uzaq adamlardır. Dəyişikliklərə də Azərbaycan futbolunda biz birinci olaraq elə həmin idarəçilərdən başlamalıyıq. Çox təşəkkürlər. Minnətdaram fikirləriniz üçün. Xanoğlan müəllim, suallarımızı cavablandırdığınız üçün uğurlar arzu edirəm sizə. Mən təşəkkür edirəm, minnətdaram. Tribuna verdiniz, ürəyimizi boşaltdıq. Çox sağ olun və əslində vaxtımız azdır. Verilişi yekunlaşmaq üzrə də onun üçün daha uzun danışmaq istəyərdim. Bir daha təşəkkürlər. Sağ olun. Təşəkkür edirəm, çox sağ olun.